Baxaq, çoxluqlar Güvən 2026 buraxılış kitabından 1-dən 40-a qədər izah vermişdi, 40-dan 80-ə qədər. Sual 41. Sinifdə 18 şagirddən 10-u şahmat, 14-ü isə dama yarışlarında iştirak edir. Həm şahmat, həm də dama yarışlarında iştirak edən şagirdlərin sayı K olarsa, K-nın mümkün qiymətlərinin cəmi. Deməli, Venn diaqramında təsəvvür eləyək bunları. Şahmat, dama. 18 şagirddən 10-u şahmat, 14-ü isə dama yarışlarında iştirak edir. Hər ikisində iştirak edən K-dırsa, 10 çıxılsın K olsun şahmat, yəni yalnız şahmat, çünki ümumi 10 nəfər şahmatdırsa 10 çıxılsın K yalnız şahmat olur. 14 çıxılsın K da yalnız dama yarışlarında iştirak edənlər olur. İndi K-nın mümkün qiymətləri. Biz burada fikir versək ki, 14 üstə gəl 10 elədi 24. 24-dən 18 çıxdıq elədi 6. Yəni 6 nəfər hər iki oyunda iştirak edirsə, hər iki dama və şahmatda 4 nəfər yalnız şahmat, 8 nəfər yalnız dama və ümumilikdə də 18 nəfər eləyir. Və burada bir şey var ki, heç birində iştirak eləməyən də ola bilər. Ona görə mən 6 yox, tutaq ki 7 də versəm, onda 3 nəfər yalnız şahmat olacaq, 7 nəfər yalnız dama olacaq. 7, 7, 14, bu da 3, 17. Yerdə qalan bir nəfər heç birində iştirak eləmir. Deməli 6 da ola bilər, 7 də. Eyni qaydada 8 də ola bilər, 9 da ola bilər, 10 da ola bilər. Amma artıq 11 ola bilməz. Çünki nəyə görə? 10 nəfər şahmatdırsa, 11 nəfər hər ikisində yaza bilmərik. Axı 10 nəfər çünki şahmat oynayan var, iştirak edən var. 11 nəfər necə oldu hər ikisində? Ona görə artıq 6, 7, 8, 9, 10 bunları götürə bilərik. 6-dan kiçik məsələn 5 götürsəm, diqqət eləsək bura, hər ikisində 5-dirsə, 10 çıxılsın 5. 5 nəfər yalnız şahmat, 14 çıxmış 9 nəfər yalnız dama olacaq. Və bunların üçünün cəmi 19 eləyər. Amma 18 şagird var. Deməli 6-dan kiçik ədəddə verə bilmirəm. 6 üstə 7, 13, üstə 8, 21, üstə 9, 30, üstə gəl 10, 40. Deməli cəm oldu 40. 42-ci sual. NA bərabərdir 11. NA çıxılsın B bərabərdir 5. NA kəsişmə B-ni tapın. Uşaqlar, NA kəsişmə B, NA çıxılsın NA çıx B. Bu ifadəyə, bu düstura görə NA 11-dir. 11-dən çıxaram 5, deyərəm ki, A və B-nin kəsişməsi 6-dır. Sonra, sual 43. A çoxluğu B və C çoxluqlarını verib aşağıdakilərdən hansı doğrudur? A ilə B-nin kəsişməsi deyir C-dir. A ilə B-nin kəsişməsi görürük ki, ortaq olanlar 1, 5, 6, 8, 9-dur. Və A ilə B-nin kəsişməsi C ola bilmədi. Ondan sonra baxırıq B variantında B çıx A C-dir. B-dən A-nı çıxanda 1, 5, 6, 8, 9 hamısı A-da var. B-dən A-nı çıxanda boş çoxluq qalır. C variantında A çıx B C-dir. Bəli, bu doğrudur. A-dan B-ni çıxmaq, yəni A çoxluğunun elementlərindən B-də olanları atmaq deməkdir. 1, 5, 6, 8, 9-u atanda 3 ilə 11 qalır. Yəni C çoxluğu qalır. C variantı doğru variantdır. Sual 44. N A birləşmə B bərabərdir 14. N A kəsişmə B bərabərdir 3. N B çıxılsın A bərabərdir N A. Olarsa N A çıxılsın B-ni tapın. Deməli, mən burada nə edirəm? Deməli, birləşmə 14-dür, kəsişmə 3-dür. Onda Venn diaqramını çəksəm bu formada. Bura A, bura B. A ilə B-nin kəsişməsi 3-dür, yazdım 3. Bu tərəfə yazdım X, bu tərəfə yazdım Y.
Və mənə nə deyir? Mənə deyir ki, B çıxılsın A, yəni Y n A-ya bərabərdir. N A da x plus 3'dür. Və mən bilirəm ki, x plus 3 plus y, yəni bunların üçünün də cəmi 14'dür. Onda x üstə gəl y elədi 11. Və mən y-in yerinə x plus 3 yazsam, nə olur? Olur x üstə gəl x plus 3 bərabərdir 11. 2x bərabərdir 8, x elədi 4. X 4'dürsə, buradan y-də 4 plus 3 7 edir. Məndən A çıx B-ni soruşur, yəni x-i soruşur, o da 4'dür. Cavab A variantı. Deməli, baxaq 45-ci suala. Sual 45-də A çıxılsın, B birləşmə C. Bunu da yazaram elə A çıx B birləşmə A çıx C. Bu da oldu 45'də hansı? Deməli, hansı variant oldu 45'də görək? C variantı. Sonra 46. B çoxluğu aşağıdakilərdən hansı ola bilər? A 2, 4, 6, 8'dir. A ilə B-nin kəsişməsi 2, 8. Deməli, B çoxluğu 2 və 8 də iştirak eləməlidir. 4, 6 iştirak eləməməlidir. Baxıram, A-da 4 var, B-də 4 var, sonra Y-də 6 var, D-də 4, 6 var. Deməli, C variantında 4, 6 yoxdursa, bu doğru variantdır. C variantıdır 46. 47. Şəkildə rənglənmiş hissə hansı çoxluğu göstərir? Şəkildə rənglənmiş hissə hansı çoxluğu göstərir? Görürəm ki, burada deməli A, B, C ya A ilə C-nin kəsişməsidir, ya B ilə C-nin kəsişməsi, ya A ilə B-nin kəsişməsi, ya da hər üçünün kəsişməsi. Yəni, ən azı 2 çoxluğa daxil olan elementlərdir. 3 çoxluğun içinə də daxil ola bilər, amma ən azı 2 çoxluğa daxil olan elementlərdir. D variantıdır deməli. Sonra 48. NA 2 vurulsun NB və NA birləşmə B bərabərdir 18, NA kəsişmə B bərabərdir 3 olarsa, NB-ni tapın. Düsturumuzu yazırıq. Düstur belə idi ki, A birləşmə B bərabərdir NA, üstə gəl NB, çıxılsın NA kəsişmə B. NA birləşmə B 18'dir. NA-nın yerinə 2NB yazıram. Mənə deyir ki, NA 2NB-dir. Üstə gəl NB, kəsişməsinin yerinə də 3 verib, 3 yazıram. Bu elədi 3 dənə NB, 18 üstə gəl 3, 21. NB elədi neçə? 21 bölü 3, 7. Məndən də elə NB-ni soruşur, 48 oldu. D variantı. Yaxşı, sonra keçək 49-a. 36 nəfərlik sinifdə 15 nəfər riyaziyyatdan müvəffəq deyil. 14 nəfər isə riyaziyyatdan müvəffəqdir, amma fizikadan müvəffəq deyil. Bu iki fənnin hər ikisindən müvəffəq olan neçə nəfər var? Deməli, 15 nəfər riyaziyyatdan müvəffəq deyilsə, 36-dan çıxdıq 15-i qaldı 21 nəfər. Yaxşı, artıq bu 15 nəfər riyaziyyatdan müvəffəq deyil. Deyir ki, amma bu yerdə qalan 21 nəfərdən isə 14 nəfəri riyaziyyatdan müvəffəqdir, amma fizikadan müvəffəq deyil. Deməli, 21-dən bu 14'ü də atdım, çünki bu da riyaziyyatdan müvəffəq olsa da fizikadan müvəffəq deyil 14 nəfər. Yerdə qalan bu 7 nəfər artıq hər ikisindən müvəffəq olandır. Ona görə də 49'da oldu cavab D variantı. Deməli, 15'i niyə atdıq? 15 riyaziyyatdan müvəffəq deyildi, attım. Çünki mənə hər ikisindən müvəffəq olan lazımdır. 36'dan 15'i çıxdım, qaldı 21. 21'dən də 14'ü ona görə çıxdım ki, riyaziyyatdan müvəffəq olsa da fizikadan müvəffəq deyil. Onu da çıxdım. Yerdə qalan 7 nəfər deməli hər ikisi fəndən müvəffəq olur. 49 oldu D variantı. 50. Şəkildə ştrixlənmiş hissələr aşağıdakilərdən hansı ilə ifadə olunar? Fikir verək burada. A çıx B ilə B çıx A-nın birləşməsi. Belə də götürə bilərəm. Yəni, görürəm ki, rəng ştrixlənmiş hissələr bunlardır da. Burada A çıx B, burada B çıx A-dır. Bunların birləşməsi kimi də götürmək olar.
variantlarda varsa, yoxdursa və yaxud da ki, A birləşmə B-dən çıxaram kəsişməni. A kəsişmə B-ni, yəni ümumi çoxluqların birləşməsindən bunların kəsişməsini, yəni bu yaşılla rənglədim hissəni çıxaram. 50 də olar Y variantı. Deməli, baxaq sual 51-ə. A B-nin alt çoxluğudur. NA bərabərdir 2. NB çıxılsın A bərabərdir 4. MB-nidir tapın. A B'nin alt çoxluğudursa, baxın bu B çoxluğu olsun, bu da A çoxluğu olsun. A B'nin çünki alt çoxluğudur. A'nın elementlərin sayı 2-dir, B çıx A isə bu qıraqdakılardır 4-dür. Onda birlikdə B çoxluğunun elementlərin sayı 4 üstə gəl 2, yəni 6-dan olacaq. Cavab oldu 51-də C variantı. Keçək 52-yə. A çıx B 7-dir, A kəsişmə B 3 olarsa A-nı tapın. Dedik ki, düsturumuz belədir ki, A bərabərdir. A çıxılsın B, üstə gəl N A kəsişmə B. Bizdə də A çıxılsın B 7-dir, kəsişməsi də 3-dür. 7 plus 3 elədi 10. 53. NA bərabərdir MB. NA birləşmə B 24, kəsişməsi 6-dır. Düsturumuz belə idi ki, NA birləşmə B bərabərdir NA üstə gəl NB çıxılsın NA kəsişmə B. NA birləşmə B 24-dür, bərabərdir NA MB-yə bərabərdirsə, elə gəl buna da NA deyək, çıxılsın kəsişməsi 6-dır. 2 dənə NA bərabərdir 24 üstə gəl 6 elədi 30, NA elədi 15. Deməli MB də 15-dir. MB də 15-dir. Məndən kəsişməsini A çıx B-ni soruşur. NA çıx B-də nə idi? NA çıxılsın NA kəsişmə B idi. Onda buradan da NA çıx B bərabərdir 15 çıx 6, yəni 9. Cavab 53'te oldu. C variantı. Sonra 54. NA çıx B 13, NB çıx A 12. Bunun üçün də düsturumuz bu formadadır. NA birləşmə B bərabərdir NA çıx B üstə gəl NB çıx A çıxılsın NA kəsişmə B. Birləşmə üstə gəldi burada düsturda. A birləşmə B 35-dir. NA çıx B 13-dür. B çıx A 12-dir. Kəsişməsini bilmirik. Taparıq. 13 üstə 12 25. 35-dən də 25 çıxaram. Kəsişməsini taparam da. Üstə gəl N A kəsişmə B. Buradan da NA kəsişmə B. 35 çıxılsın 25 elədi 10. Deməli bunların kəsişməsi nə elədi? 10. 54'də oldu cavab. Y variantı. Deməli, baxaq 55-ə. A kəsişmə B birləşməsi. A kəsişir B ilə C-nin birləşməsi ilə. Bunu da deməli beləsinə yaza bilərik. A ilə B-nin kəsişməsi birləşmə A ilə C-nin kəsişməsi. Yəni bu formada. A kəsişmə B birləşmə A kəsişmə C. O da eləyir 55'də A variantı. Sonra 56. 56'da sahada işlədiyimiz suallardan da birləşməsi deyəndə hamını yığırıq bir yerə. 56. A və B-nin birləşməsini əvvəlcə tapaq. Eləyir A, B, C, D, F. Neçə element elədi? 5 element elədi. Deməli A variantı doğrudur. Sonra B variantında 3'dür deyir.
Həqiqətən də deməli B-nin aya tamamlayıcısı 3-dür. C variantında A çıx B 3-dür. A çıx B nə deməkdir? A-dan B-də olanları atıram. Yəni C ilə D-ni atıram. Qalır A, B, F düzdür. B çıx A. B-dən A-da olanları atıram. B-də elə C-dədir, bu A-da da var. Ona görə B-dən A-da olanları atsam 0 element qalacaq. Yəni heç nə qalmayacaq. Boş çoxluq eləyir bu da. D variantı doğru deyil. A ilə B-nin kəsişməsində də 2 element var, doğrudur. 56 oldu, doğru olmayan D variantı. 57. Diaqrama əsasən uyğunluğu müəyyənləyin. A və B-nin kəsişməsi. Görürəm ki, A ilə B-nin kəsişməsində 4 element var da. 2, 7, 4, 8-dir. Ona görə 1-ə gəldi B variantı. 2, A çıx B, 1, 3, 5-dir, 3 elementdir. C variantı. B-də isə ümumilikdə neçə element var? 2, 4, 6, 8, 7, 5 element var. A variantı da gəldi 3-ə. 1, B, 2, C, 3, A. D variantı. Sonra 58. Deyir diaqramda yalnız bir çoxluğa daxil olan, yalnız bir çoxluq. Məsələn, yalnız A-ya daxil olan hansıdır? 1, 2, 3, 4. Yalnız B-yə daxil olan hansıdır? 6, 7, 8. Yalnız C-yə daxil olan hansıdır? 13, 14, 16. Neçə dənə elədi? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. 58-də oldu cavab 10. Yəni A variantı. 59. Hər birində 7 element olan iki çoxluğun, birləşməsi 9 elementli çoxluq olarsa, bu çoxluqların hər ikisinə daxil olan elementlərin sayını tapın. Hər birində 7 element var. Yəni NA da 7-dir, MB də 7-dir. İndi deyir ki, birləşməsində 9 element var. NA birləşmə B 9-dur. NA kəsişmə B-ni soruşur bizdən. Budur sual. Mən burada nə edirəm? NA birləşmə B bərabərdir. NA üstəgəl NB çıxılsın NA kəsişmə B. Və buradan da NA birləşmə B 9-dur. NA 7, NB 7. Cəmi 14-dür. Çıx NA kəsişmə B. Buradan da NA kəsişmə B nə eləyəcək? 14 çıx 9, 5. Deməli, bu çoxluqların hər ikisinə daxil olan element sayı 5-dir. Y variantı. Baxaq 60-cı suala. 60-cı sualda deyir, bir məktəbdə yalnız futbol, yalnız voleybol və bu oyunların hər ikisini oynayan şagirdlər var. Voleybol oynayanlar NV, futbol oynayanların 3 mislidir. 3 dənə NF. Və hər ikisini oynayan, yəni V ilə F-in kəsişməsi 15-dir. Voleybol oynayan ən azı neçə şagird var? Voleybol oynayanın ən az olması üçün mən nəyə diqqət edirəm? Çalışmalıyam, futbol oynayanda ən az olsun. Futbol oynayanda ən az neçə ola bilər? Əgər kəsişməsi 15-dirsə, 15 götürə bilərəm. Amma mənə nə deyir? Deyir, yalnız voleybol, yalnız futbol və bu oyunların hər ikisini oynayan şagird var. Mən əgər 15 götürsəm futbolu, deməli, futbol oynayanların hamısı elə voleybol da oynayır. Və yalnız futbol oynayan qalmır axı ortada. Ona görə mən futbol oynayanları nə edirəm? 16 götürürəm ki, 15-i hər ikisini oynayan olsun. Bir nəfər yalnız futbol oynayan olsun. Onda yalnız voleybol oynayan olacaq və yalnız futbol oynayan da olacaq. Ümumi voleybol oynayanları da neçə eləyəcək? 3 vurulsun futbol oynayanlar, yəni 16. Bu da elədir 48 E variantı. 61. Çoxluğun alt çoxluqların sayı. Alt çoxluqların sayı 2 üstü n üstündən tapılırdı. Yəni n burada elementlərin sayıdır. 2 üstü 2 elədi 4. 62. 62-də A çıx B3, A kəsişmə B4, B çıx A5-dirsə birləşməsi nə olacaq? Düstur bilirik də bunların cəmidir. O da eləyəcək 62-də 12. Ondan sonra 63. A kəsişmə B kəsişməsi, yəni hər üçünə daxil olan elə M-lə N-dir. 63-də cavab oldu M-N, yəni 2 dənə. 64. 64-də birləşməsi də hamısını yığarıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Hamısını yığacaq. Bu da eləyəcək 9 element.
65 A çıx B çıx C. Yəni A'dan B'ni çıxıram və C'ni çıxıram. Burada da neçə element qalacaq? A'dan B'ni çıxanda və elə buradan görürük ki, A'dan B'də olanları atsam nə gedir? 1 gedir, 2 gedir, 1 gedir, 5 gedir. Yerdə nə qalır? 7 ilə 9. Və o 7 ilə 9 da C'də var. Onda A'da heç bir element qalmır da. Çünki A çıx B çıx C. A'dan A'nın elementlərindən hansılar ki B'də var atıram və hansılar ki C'də var atıram. Və görürəm A'nın bütün elementləri B'də və C'də var. 1 ilə 5 B'də var, 7 ilə 9 C'də var. Deməli A'dan 1, 5, 7, 9'u atanda yerdə 0 element, yəni boş çoxluq qalır. 66. A çıx B 2'dir. Kəsişməsi 6'dır, B çıx A 3'dür. Yenə A birləşmə B bunların cəmi olacaq. Eləyəcək 11. 67. 67 də eyni sualdır. Yenə bunları nə edəcəyik? A birləşmə B bərabərdir. A çıx B üstə B çıx A üstə kəsişməsi. Yaxşı. 68. Yalnız B çoxluğuna daxil olan B və Y-dir. Yəni sadə bir sualdır. 2'dir cavab. 69. A və B, A çıx B verilib. A çıx B'nin 2 elementi var və A'nın da 5 elementi var. A kəsişmə B'ni tapın. Biz necə tapırdıq? N A çıxılsın, N A çıx B. A'nın 5 elementi var. A çıx B də 2'dir. 5'dən 2'ni çıxaram, 3 dənəsi də qalar kəsişməsi. 69'da cavab oldu 3. 70. 70 dədir. A və B'nin kəsişməsi elə A'dır. Yəni bu nə deməkdir? A ilə B'nin kəsişməsi elə A'dırsa, A B'yə daxildir. Yəni A ilə B'nin kəsişməsi elə A'dırsa, baxın bu formadadır. N A 5'dir, B çıx A 8'dir. B çoxunun element sayı 8 plus 5 13 eləyəcək. 70'də cavab oldu 13. Baxaq sual 71'ə. Deməli, 71-ci sualda nə deyir bizə? A çoxluğun verib, B'ni verib və C'ni verib. Bu üç çoxluğu verib. Bizə deyir ki, A birləşmə B, sonra da kəsişmə C. Əvvəl A ilə B'nin birləşməsini taparıq, sonra da C ilə kəsişdirərik. A ilə B'nin birləşməsi eləyir A birləşmə B. Bütün elementləri yazırıq. 1, 2, 3, 4, 5, 7. Və bununla da C-ni kəsişdirəndə bir dənə 3 ilə 5'dir də ortaq olan. Deməli, A kəsişmə B və A birləşmə B və kəsişmə C eləyəcək 3 ilə 5. Cavab oldu 3 və 5. 72. Sinifdəki şagirdlərin 40% ingilis dilini bilir. X şagirdimiz var, 0,4x'i ingilis dilini bilir. Yalnız ingilis dilini bilənlərin, yalnız alman dilini bilənlərin və bu dillərdən heç birini bilməyənlərin sayı bir-birinə bərabərdir. Deyək ki, Y-dir. Venn diaqramını çəkirəm. İngilis, alman. Yalnız ingilis, yalnız alman və heç birini bilməyən bərabərdir. Və bu dillərdən heç bir bilməyənlərin sayı bir-birinə bərabər olarsa, yalnız ingilis dili bilənlər bütün sinifin neçə faizidir? Yalnız ingilis dili bilənlər bütün sinifin neçə faizidir? Deməli, 40% ingilis dilini bilirsə 0,4x'dir. Gəl bunu hər iki dili bilənlərə də bir A deyək. Onda Y üstə gəl A olsun 0,4x. Ümumilikdə isə 2, 3y üstə gəl A, x-dir. Nəyə görə? Çünki y, A və heç bir dili bilməyən bu y. Hamısını topladım 3y plus A. Tərəf-tərəfə çıxsam A'lar getdi, qaldı 2y bərabərdir 0,6x, y elədi 0,3x. Deməli, yalnız ingilis dili bilənlər 0,3x-dir. Bütün sinifin neçə faizi oldu? 72'də 30%. Yəni 0,3'ü mən faizlə çevirmək üçün 100'ə vuraram, eləyəcək 30%. 73. NA bərabərdir 6x üstə gəl 2. NB bərabərdir 2x üstə gəl 9. Kəsişməsi bərabərdir x üstə gəl 1. NA çıx B bərabərdir 2 dənə NB çıx A. Biz neynirdik? Biz
NA-dan kəsişməni çıxsaydım, A çıx B-ni alardım. Yəni 6x plus 2-dən x plus 1 çıxanda qalır 5x plus 1. Bərabərdir 2 vur. B-dən də kəsişməni çıxanda B çıxanı tapıram. 2x plus 9-dan x plus 1 çıxdım, x plus 8. Hesabladım 5x üstə gəl 1 bərabərdir 2x plus 16. Bu da elədi 3x bərabərdir 15-ə, x elədi 5. X 5-dirsə, onda belə çıxır ki, NA 6 vur 5, 30 plus 2, 32, MB 2 vur 5, 10 plus 9, 19, kəsişməsi də 6. Necə tapırdıq birləşməni? NA üstə gəl MB çıx kəsişmə, 32 üstə 19, 51, 51-dən də 6 çıxanda 45. Deməli, NA birləşmə B nəyə bərabərdir? 45-ə. 74. Kəsişməsi necə tapırdıq? MB-dən MB çıxanı 15-dən 7 çıxarır, deyərik ki 8 element var. 75. Sinifdə ingilis və ya alman dilindən ən azı birini bilən 35 şagird var. Yəni ya ingilisi bilir, ya almanı, hər ikisini də bilə bilər. İngilis, yəni bunların birləşməsini demək istəyir də. N-I birləşmə A 35. İngilis dili bilənlərin sayı alman dili bilənlərin sayının 3 mislidir. N-I bərabərdir 3 dənə N-A. Hər iki dili bilənlərin sayının 6 mislidir. Hər iki dili bilənlərin 6 mislidir. 6 vurulsun N, I, kəsişmə A. Yaxşı. İndi neynirəm? Venn diaqramını çəkirəm. I, A. Və buradan kəsişməyə x desəm, N-I nə olar? 6x. 6x ise burasına düşür 5x. Çünkü x buradadırsa 5x. Və N-I 6x ise 6x'i 3'ə bölərəm. N-A da deyərəm 2x'dir. Çünki nədir? N-A-nın 3 misli N-I-dir də, ingilis dili bilənlərdir. İngilis dili bilənlər 6x-dirsə, onda alman dili bilənlər 2x-dir. 2x'in də x-i burada artıq yazılıb ortaq olduğu üçün yerdə qalan digər x-ini də buraya yazıram. Və bunların hamısını toplayıram. 5x, x, x. Elədi 7x bərabərdir 35-ə. X elədi 5. Məndən nəyi soruşur? İngilis dili bilən neçə nəfər var? İngilis dili 6x idi axı. 6 vur 5 elədi 30. Deməli 76-ya baxaq. Görək 76-da nədir? 3 rəqəmli natural ədədlərdən 5-ə tam bölünənləri A, 3-ə tam bölünənlər isə B çoxluğunu təşkil edir. A çıx B. Yəni 5-ə bölünənlərdən içərisindən 3-ə bölünənləri atmağımızı istəyir. Yerdə qalanları soruşur. A çıx B odur. Yəni 5-ə bölünənlərin içərisindən 3-ə bölünənlər də varsa onları ataram. Ona görə mən əvvəlcə 5-ə bölünənləri tapıram. 3 rəqəmli 5-ə bölünən hansıdır? Ən kiçiyi 100-dür, ən böyüyü 995. Mən 995-dən çıxıram 100-ü, eləyir 895. 895-i də bölərəm 5-ə, sayını tapmaq üçün də. 895-i də bölərəm 5-ə, eləyəcək 160, o da deməli neçə dəfə bölünür? 179 dəfə. Üstə gəl 1, elədi 180. Deməli 5-ə bölünən 180 dənə ədəd var. İndi həm 5-ə, həm 3-ə bölünənləri tapmalıyam. Nəyə görə? Çünki 5-ə bölünənlərin içərisində əgər 3-ə bölünənləri axtarıramsa, deməli mən elə 15-ə bölünənləri axtarmalıyam da. 15-ə bölünənlərdir. 3 rəqəmli ədəd 15-ə bölünən hansıdır? Deməli 7-dən 10, 75-dən 7, 35, 105. Deməli 105. Ən böyüyü hansı olacaq? Deməli ən böyüyü 15-ə bölünən. Görək elə. Deməli 990. 990-dan mən çıxaram 105-i, bölərəm 15-ə, üstə gələrəm 1-i, yəni 59 üstə gəl 1 eləyəcək 60. Deməli nə tapdım? 5-ə bölünənləri tapdım. 5-ə bölünənlərin içərisindən mənə lazımdır ki 3-ə bölünənlər də varsa atım. 5-ə bölünənlərin içərisində 3-ə bölünənlər elə 15-ə bölünənlər deməkdir. Ona görə 180-dən mən 60-ı çıxaram. Nə qalacaq? 120. 180 çıxılsın 60 elədi 120. 77. Hər birində 14 element olan iki çoxluğun birləşməsinin elementlərin sayı. Hər birində 14 element var. Birləşməsində 23 element varsa kəsişməsi. Nə edirik? 14 üstə gəl 14, 28. 28-dən də çıxaram 23-ü. Yerdə qalan 5 dənəsi
Bunların hər ikisi, yəni kəsişməsinin elementlərinin sayıdır. 78. NA 10'dur, NB 14'dür. A birləşmə B bərabərdir kəsişmə plus 12. Əvvəlcə A birləşmə B nətər yazırdıq? Yazırdıq ki, NA üstə gəl NB çıx NA kəsişmə B bu formada. İndi birləşməsinin yerinə yazıram NA kəsişmə B plus 12 misalda verib mənə. NA 10'dur, NB 14'dür, çıxılsın kəsişməsi. Kəsişməni atıram sol tərəfə. Burada da var, olur 2 dənə N A kəsişmə B plus 12. 10 bu da 14 elədi 24. 2 dənə N A kəsişmə B 24 çıxılsın 12 elədi 12'ye. N A kəsişmə B 12 bölü 2 elədi 6. Onda mən N A çıx B-ni necə tapırdım? N A çıx B-ni tapmaq üçün dedik ki N A'dan N A kəsişmə B-ni çıxmalıyam. Yəni N A məndə 10 verib, kəsişməsi 6'dır, qaldı 4. Deməli 78'də oldu cavabımız. Deməli neçə? A çıx B 4. Görək düz hesabladıqda səhv hesablamadıq ki. Deməli NA 10'dur, NB 14'dür. 10 üstə gəl 14 elədi 24. 24 çıx 12 elədi 12. Kəsişməsi də elədi bizdə 6. Kəsişmə 6, bəli. Bu da elədi 4. Keçək 79'a. Kəsişməsi boş çoxluqdur. Birləşməsi 12'dir, NA 4'dür. Onda bir kəsişmə deməli yoxdur burada. Bu formadadır bu çoxluqlar. A, B. Birləşməsi 12 isə bu 4-sə yerdə də bu da 8 olacaq da cəmi 12 eləsin deyə. 80-ci suala baxaq. Məktəbdə deməli 10-cu sinif şagirdlərin 80'i dama və ya şahmat. Baxın, şahmat, dama. Bu şagirdlərin 20'si yalnız şahmat. Yazdım 20'si yalnız şahmat. 45% həm dama həm şahmat. 80'in də 45%'ini tapdıq. Elədi 36. Deməli 36 nəfər nə oldu? Hər ikisi. Yerdə nə qaldı? 20, 36, 56'dır. 80'dən 56 çıxdım. 24'ü dama qaldı. Yalnız dama yarışı. İndi deyir, hər ikisində iştirak edənlərdən neçə nəfəri çıxıb şahmat dərneyindən çıxsa, yəni hər ikisinə gedənlərdən yalnız dama dərneyinə yazılsa, yalnız dama dərneyinə gedənlərin sayı hər ikisinə gedənlərin sayından 2 dəfə çox olar. Yəni bu 36 nəfərdən x nəfəri çıxıb getsə dama dərneyi olar 24 plus x. Hər ikisi də olar 36 çıx x. Və 36 çıx x-in 2 misli yalnız dama dərneyinə bərabər olar. Bizə bunu deyir. Buradan da tənlikdən 72 çıx 2x bərabərdir 24 üstə gəl x. Bu da 3x bərabərdir 72'dən 24 çıxdım. 48 eləyir də 60, o da 12, 72, bəli. X də elədi 16. Deməli 16 nəfər çıxıb getsə dama yarışına, yəni şahmatdan çıxsa, yalnız damaya gedənlər, hər ikisinə gedənlərdən 2 dəfə çox olar. 80'də də cavab oldu 16. Buraya qədər sağ olun, salamat qalın.